Salamlayıram hər bir kəsi. Bugün mən Azərbaycan alimi bir müraciət etmək istəyirəm. Mən 6 nömrəli məktəbin məzunuyam. Və 2-ci sinif şagirdi olanda məktəbimizin direktoru Sahib Rızayevna biraz səs-küy salan sinifə, yəqin ki müəllimimiz o an yox idi yanımızda, səs-küyümüzə gəldi bizim otağımıza. Dəcəl uşaqlarım bizim hamımızı çıxartdı və apardı özü ilə kabinetinin yaxınlığına. Orada bir lövhə var idi divarda. Həmin lövhədə məktəbimizin fəxri olan insanların şəkilləri asılmışdı. Hər bir kəsin haqqında bizə bir məlumat verdi. Onların arasında Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin məzununun da şəkli var idi. Onun haqqında da bizə danışdı. Düzdür, 8 yaşlı uşaqlar o dərəcədə dərk etmirdi ki, söhbət kimdən gedir. Amma o xarizmatik sima mənim yaddaşımda qaldı və mən arzu edirdim ki, o vaxtdan başlayaraq həyatımda heç hansı mənim də şəklim o lövhədə asılsın. Bu bir bizim müdrik rəhmətli direktorumuzun tərəfindən bir motivasiya idi. İllər boyu keçdi. 2007-ci ildə ilk dəfə olaraq Gənclər Günü'nün 10 illiyi münasibəti ilə bizlər mükafatlandırdıq. Yəni alimlər, gənc alimlər, o zaman elmlər namizədi idim və mən böyük fəxarət hissi ilə deyirəm ki, məhz mən seçirdim möhtərəm cənab prezidentin qarşısında gənc alimlərin adından hesabat verməyə, çıxış etməyə və ilk 4 gənc o zaman mükafatlandırıldı. Həmin o xarizmatik simanın qarşısında mən hesabat verməyə layiq görüldüm. O mənim həyatımın ən xoşbaxt günlərindən biri olmuşdu. Bugün mən cavan elmlər doktoruyam. Ölkəmizdə ümumiyyətlə 50 yaşına qədər bütün istiqamətlər üzrə 20-yə yaxın elmlər doktoru var. Və bilirsiniz, mən həqiqətən böyük belə fərəx hissi ilə deyirəm ki, fəxarətlə deyirəm ki, son 10, hətta 20 il ərzində getdiyim bütün beynəlxalq konferanslarda və xüsusi olaraq son 10 ildə Azərbaycandanam deyəndə mənim ölkəmi tanıyırlar. Və xoş münasibət göstərirlər ölkəmizə. Bu çox gözəl bir şeydir. Biz çox böyük çətinliklərdən keçmişik. Biz 44 günlük müharibədən keçmişik. Allah şəhidlərimizin canlarını cənnətli etsin. Qazilərimizin tökülən qanlarının əvəzini versin. Salamat eləsin onları. Amma bu müharibədə qələbə məhz bizim ali başkomandanın, müzəffər başkomandanın siyasəti nəticəsində həyata keçə bildi. Və bugün hansısa qüvvələrin bu oyunları xoşa gəlməz bir oyunlardır. Və mən hesab edirəm ki, hər bir Azərbaycanlı, alimi, incəsənət nümayəndəsi, hər bir ziyalı, hər bir ümumi fərqi yoxdur kimdirsə Azərbaycan vətəndaşı bugün öz prezidentinə dəstək olmalıdır. Məhz öz adımdan deyirəm ki, müzəffər başkomandan hər zaman bilməlidir ki, onun arxasında elmi ordu var. Biz də elmlər doktorları həmən elmi ordunun zabitləri sayıla bilərik. Biz hər zaman möhtərəm cənab prezident sizə dəstəyik. Mən demirəm, hansısa problemlər ola bilər. Bəli, mən də şəxsən özüm ədalətsizlik nədir bilirəm. Məmur özbaşınalığı nədir bilirəm. Vaxtilə mənim həyatımı, mənim karyeramı məhv edən, məni şərləməyə cəhd edən insanlar bugün istintaq altındadır. İstintaqdadılar. Və məhz bir neçə il öncə o insanların mənə qarşı şər atma kampaniyası məni məhv edə bilərdi. Amma mən bir alim kimi möhtərəm cənab prezidentə və Mehriban xanıma müraciət etdim. Müraciətim eşidildi və ədalət bərpa olundu.
Çünki möhtərəm cənab prezident heç bir zaman imkan verməzdi ki, hansısa bir alimin, cavan alimin həyatı və karyerası məhv olsun. Buna görə də mən tam səmimi, tam ürəkdən deyirəm ki, mən baş əyirəm və minnətdaram ki, mənim ölkəmin belə bir prezidenti var və bizim mehriban olan mehriban xanımımız var. O bir xanımın əzilməsinə imkan vermədi. Məni şərləyən 8 nəfərli bir qrupirovka 35 institutun 33 təhsil şöbəsinin müdürünün mənə dəstək olan məktubu əsasında sistemimizdən uzaqlaşdırıldı. Sözümün qüvvəsi nədir? Məni şəxsən tanıyanlar bilirlər, mən dürüst insanam. Heç bir zaman da nə yaltaqlıq mənə məxsus deyil. Hətta belə deyərdim ki, düz danışmağım çox tez zamanlar, çox tez vaxtlar mənim başıma bir bəla olub. Amma mən yenə də öz mövqeyimdən heç vaxt keçməmişəm, uzaqlaşmamışam. Bugün də yenə mən vurğulayıram. Biz, alimlər, möhtərəm cənab prezidentə dəstəyi və mən hər bir kəsi çağırıram. Biz belə bir roliklar çəkməklə, çaxlar çəkməklə, bu çaxları şəbəkələrdə yaymaqla dünyaya, ölkəmizə göstərməliyik. Biz möhtərəm cənab prezidentə dəstəyi və dəstək olacaq. Mən hər bir kəsi bu məsələni dəstəkləməyə çağırıram. Təşəkkürlər.